Aha, deməli yumşaq bacarıqlar nədir və nə üçün indi bizə lazımdır? Belə deyim, 21-ci əsrdə artıq təlim-tərbiyə mühiti əvvəlki mühitlərdən daha fərqlidir. Slaydı yəqin ki, görə bilirsiniz. Görə bilməsəz səsi açıb zəhmət olmasa bildirərsiniz. Deməli, 21-ci əsrdə təlim-tərbiyə mühiti əvvəlki əsrlərin təhsil anlayışına görə köklü şəkildə dəyişilmişdir. Əvvəlki vaxtlarda Sovet sistemində əsas məsələ müəllimlər tədris edirdi və şagirdlərdən gözlədikləri, universitetlərdə də bu belə idi, tələbələrdən gözlənilən müəllim necə o biliyi, bacarığı ötürübsə, şagird də onu kopyalayaraq müəllimə geri qaytarmalı idi. Yəni belə mexaniki maşın funksiyasını yerinə yetirməli idi. Amma indi hal-hazırdakı dövrdə iş mühitində, kollektivdə, iş həyatında şagirdlərin, insanların öz ixtisasları ilə bağlı texniki biliklərinin hansı səviyyədə bilməkləri önəm daşımır. Əsas odur, bildikləri bacarıqları necə istifadə edə bilirlər, necə problemli situasiyalarda özlərini işin içərisindən çıxarda bilirlər. Şirkətlər buna baxır. Ona görə də diqqət etmisinizsə, yeni tədris sisteminə keçid eləyəndə tələbələrin çoxu iş tapmaqda çətinlik çəkirdilər. Hal-hazırda da çətinlik çəkirlər, düzdür. Amma artıq işə götürənin nə istədiyini təqribi tuta bilirlər. Yumşaq bacarıqlar bizə nə üçün lazımdır və nə üçün məktəbdən və tələbəlik müddətində də bu şagirdlərə, tələbələrə aşınmalıdır. Nə qədər tez öyrənsələr, təbii ki, fərdlərin xeyrinə o qədər yetir. Amma bunu nəzərə almaq lazımdır ki, yumşaq bacarıqlar anlayışı yeni anlayışlardır. Və bunu təbii ki, məktəblərdə öyrənməyən və məktəbdə bu proseslər keçilmədiyi üçün universitetlərdə daha dərin və mövzu olaraq da keçirilir. Mən özüm sosial iş məzunu olduğu üçün imenli bizdə yumşaq bacarıqlar mövzusunda dərs tədris olunmuşdu bizə. Və indi mən sizə yumşaq bacarıqların anatomiyasını və müasir təhsildə inteqrasiyası barədə danışım. Deməli, yumşaq bacarıqlar 4 hissədən ibarət olur. Kritik düşüncə və problem həlli, kreativlik və yaradıcılıq, kommunikasiya, ünsiyyət, kooperasiya və əməkdaşlıqdır. Burada proseslər nədən ibarətdir? Kritik düşüncə və problem həlli. Kritik düşüncə və problem həllində tələbənin öz emosional vəziyyətini, həmçinin şagirdin zehni resurslarını, güclü və zəif tərəflərini, dəyərlərini obyektiv şəkildə tanıması, bunların onun qərarlarına necə təsir edəcəyinin verdiyi mənadır. Yəni, məsələn, bir şagird və ya tələbə universitet həyatında hansısa bir təqdimatı hazırlamağa vaxt çatdırmayıb. Əslində, vaxt çatdırmayıb deyil. Sadəcə təqdimatı və tapşırığı təqdim eləməkdə utandığı üçün gecikdirdiyi üçün də etməyib. Və bunu mənfi vəziyyət yaranır. Bu proseslərdə, yəni bu 4 dənə sadalayacağım prosesdə mənfi vəziyyət və şuurlu vəziyyət deyə 2 hissəyə bölünür. Mənfi vəziyyət nədən ibarətdir? Tələbə təqdimatı hazırlayarkən vaxtı çatmır, gərginləşir və günahı ya müəllimdə, ya da komanda yoldaşında görür. Elə proseslər var ki, məsələn, sərbəst işlər olsun, təqdimatlar olsun, kollektiv şəkildə olunur və tərəflərdən biri bunu eləmir və eləmədiyi səhv özündə olduğu halda digər komanda yoldaşlarını günahlandırır. Amma bunun əslində dərində yatan səbəbi kollektiv içərisində auditoriya qarşısında çıxış etmək istəmir və gecikdirir. Şuurlu vəziyyət burada əslində olmalı olan, yəni kritik düşüncə və problem həllinə sahib olan tələbə və ya şagird vəziyyəti dərk eləyir, kütlə qarşısında çıxış etməkdən qorxmur və təqdimatı hazırlamağı sonucuna saxlamır. Bu gərginlik mənim daxili qorxumdan qaynaqlandığını qəbul edir. Əgər problem yaşayırsa, bu problemi dilə gətirir həm komanda yoldaşlarına, həm də müəlliməsinə. Bəs belə deyək, bu prosesi necə mənfi vəziyyətdən şuurlu vəziyyətə keçirə bilərik? Bunu belə deyim,
söhbətini davam eləyəcəyik. Əgər siz məktəbdə müəllimsinizsə və ya universitetdə dərs deyirsinizsə, vəziyyəti dəyərləndirəndə belə qiymətləndirə bilərsiniz ki, bir tələbə görürsünüz ki, şagirdlərlə, daha doğrusu tələbə yoldaşları ilə danışmır, ünsiyyətə keçmir, ümumiyyətlə tapşırıqları yerinə yetirmək istəmir. O zaman o tələbəyə daha auditoriya qarşısında çıxış etmədiyi araşdırma hissəsini tapşıra bilərsiniz. Yəni araşdırma hissəsini o eləsin, təqdimat hissəsini bir başqa yoldaşı. Amma bu davamlı həll üsulu deyil. Sadəcə ona bir vəzifə verib eləyə biləcəyi vəzifəni görəndə tələbə cəsarətlənəcək və onun güvəni, inamı özünə artacaq. İkinci hissədə kreativ və yaradıcılıq hissəsi. Kreativlik və yaradıcılıq hissəsində deməli tələbə öz funksiyalarını, məsələn, öz yaradıcılığını ortalığa çıxartmalıdır. Təbii ki, hər birimizdə kreativ və yaradıcılıq var. Mənfi hissə budur ki, yenə də tələbə öz fikirlərini dilə gətirməkdən, şagird də öz fikirlərini dilə gətirməkdən çəkinir və bunu etmir. Yəni bu funksiyanı yerinə yetirmir və bu funksiyanı yerinə yetirmədiyi üçün komandadan, prosesdən geri qalır. Kreativlik və yaradıcılıqda bu ola bilər ki, məsələn, adətən sakit və özünü yoldaşları arasına almayan tələbələrdə xüsusi bir bacarıqları olur. Məsələn, əl qabiliyyətləri yaxşı olur və ya yaxşı şeir yaza bilirlər. Yəni daha çox yaradıcı tərəfləri ortalıqda olur və onların yaradıcı tərəflərində ortalıqda olması üçün onların yaradıcılıq tərəfi ortalıqda olması üçün biz onlara müəyyən tapşırıqlar verməliyik. Bu tapşırıqları həll eləsin. Kommunikasiya ünsiyyətdə isə adətən kommunikasiya ünsiyyətdə qrup işləri təqdim eləməliyik. Məsələn, qrup işlərini necə təqdim eləyə bilərik? Belə deyim, qrup halında tapşırıq verdikdə onlar öz aralarında kommunikasiya və ünsiyyət yaradırlar. Auditoriya qarşısında eləmirlər, amma bunu öz aralarında, öz yaşıdları ilə, yəni tələbələr özləri eləyə bilir bunu. Və bu prosesi yerinə yetirəndə həmin o şagirdə, həmin o tələbədə daha belə deyim, emosional cəhətdən yaxşı hiss eləyir özünü. Kooperasiya və əməkdaşlıqda yenə də dediyim kimi burada da proseslərdə özünü tənzimləməyə xidmət eləyir. Və burada emosional zəka və özünü tənzimləmə hissəsi var. Emosional zəka və özünü tənzimləmədə özünü dərk var. Şagird öz emosiyalarının güclü və zəif tərəflərinin dəyərini tanıyır. Özünü tənzimləmədə isə qəzəb, stres, həyəcan, məyusluq kimi güclü emosiyaları idarə edə bilməmək hissəsində impulsiv qərarlardan yayınır. Biz çalışmalıyıq ki, bu impulsiv qərarlardan yayınmasına kömək eləyək. Yəni bu yayınma proseslərinin qarşısını alaq. Empatiya, başqalarının emosional vəziyyətini anlamaq, özünü başqasının yerinə qoya bilməkdir. Təbii ki, bunu hər birimiz həyata keçiririk. Amma bu belə deyim, nəzəriyyə hissəsində qalır. Bunu necə praktikaya keçirə bilərik? Tutaq ki, bir tələbə öz sərbəst işini, təqdimatını yerinə yetirir. Bu təqdimatını digər yerdə oturan bir tələbəyə təqdimat haqqında fikirlərini bildirməyini xahiş edir ki, sən bu təqdimata, tələbə yoldaşının təqdimatını necə dəyərləndirirsən? Həmin insan birinci qiymətləndirən tərəf olduğu üçün təbii ki, ilk başlarda qeyri-real münasibət göstərə bilər. Yəni, məsələn, bəyənsə belə, ola bilər də eyni yaşda tələbələrdir, istəmir biri, məsəl üçün, tələbə yoldaşı ondan daha yaxşı qiymət alsın. Onda onun sərbəst işini nisbətən zəif qiymətləndirir. Amma gələn dəfə rolları dəyişirsiniz. Həmin o qiymətləndirən şəxs lövhədə olanda, o lövhədə, keçən dəfə lövhədə olan şəxs onu qiymətləndirir. Və bu insan artıq istər-istəməz o empatiyanı başa düşməyə çalışır ki, hə, keçən səfər mən bunu elədim, amma artıq mən o situasiyanın içindəyəm və gələn dəfə yenə eyni bir hal qarşılaşanda və siz yenə həmin şəxsə
qiymətləndirilməsini istəyəndə artıq o daha ədalətli və empatiya qabiliyyəti inkişaf etmiş şəkildə bu funksiyanı yerinə yetirəcək. Sosial bacarıqlar burada münaqişələri dinc yolla həll etmək və şəbəkələşmə lazımdır. Yəni liderlik, izləyicilər rolları arasında elastiklik keçid etmək lazımdır. Bunu da necə edirik? Bir komanda, adətən bu proseslər komandada həll olur. Sinifi komandalara böləndən sonra şagirdlərin hərəsinə bir vəzifə təyin olunur və bu vəzifə sayəsində həm şagirdlər, qrup tələbələrə də aiddir bu. Hər dəfə deyirəm, yəni bu yumşaq bacarıqların inkişafı və tənzimləməsinin yaş və kateqoriyaya belə deyim də nizamlanmır. Elə vaxt olur ki, məktəb vaxtından öyrənilməsi təbii ki, yaxşıdır, amma universitet vaxtında bu proseslər qazanıla bilir. Deməli, sosial bacarıqlarda həmin o şəxslərə biz rol verəndə artıq həm kimsə qırağda qalmır, həm də bir komandanın içində olurlar deyə bir-birlərinə qarşı daha mülayim rəftar eləyirlər. Çünki bir komanda yoldaşlardır da, yəni o prosesi necə idarə eləsələr ona uyğun da qiymət alacaqlar. İkinci hissədə sinifdə emosional zəka və özünü tənzimləmə var. Burada hisslərin check-in lövhəsi və sakitləşmə düyməsi deyilən iki proses var ki, bu metod vasitəsilə emosional zəkanı və özünü tənzimləməni idarə edə bilərik. Bu necədir? Birinci, hisslərin çeki. Burada metodun məqsədi şagirdlərdə özünü dərk bacarığına formalaşdırmaq, hisslərini adlandırmağı öyrətmək və sinifdə emosional təhlükəsiz mühit yaratmaqdır. Məsələn, biz lövhədə bunu necə həyata keçirə bilərik? Lövhədə və ya divarda 4 rəngdə zona bölürük. Yəni, cədvələ bölürük. Bu cədvəllər 4 rəngdən ibarət olur. Qırmızı, sarı, yaşıl və mavi. Hər birinin təbii ki, özünə xas xüsusiyyəti var. Qırmızı zonada qəzəbli, çox həyəcanlı və gərgin əsəbi hiss eləyən, sarı zonada narahat, təlaşlı, yorğun və diqqəti dağınan, yaşıl zonada sakit, diqqətli öyrənməyə hazır və xoşbəxt, mavi zonada isə kədərli, özünü enerjisiz və həvəssiz hiss edən şagirdlərdir. Bu dərsi əvvəlcədən şagirdləri həmin qruplara bölürük. Yəni siz lövhəyə çəkirsiniz, hansı duyğuya sahib olan şagirdlər o duyğuya uyğun olaraq rəng seçirlər. Və o rəngləri seçəndən sonra öz adlarını gəlib o rənglərin altında qeyd edirlər sırayla. Müəllim lövhəyə baxanda siz artıq orada kimin hansı emosiyada olduğunu bildiyiniz üçün hansısa bir tələbə əgər özünü xoşbəxt hiss eləmirsə və ya emosional olaraq özünü gərgin hiss eləyirsə, həmin o şagirddən dərsini soruşmaq və ya nəyinsə güclü tələbkarlığını eləmək artıq mənasız olur. Niyə? Çünki şagird emosional olaraq yüklü hesab olunur deyə. Sizin istədiyiniz cavabları ya da dərsə hazır olsa belə sizin istədiyiniz kimi cavab verə bilməyəcək. Və bu artıq onun üzərinə siz daha çox düşəndə o gərginliyi artıra bilər. Yəni bu prosesin, yəni bu praktikanın məqsədi odur ki, hansı şagirdə necə rəftar edə biləcəyimizi, sinifin necə ələ ala biləcəyimizi bizə kömək eləyir. Və bir də bir şey var ki, məsələn, bu hisslərdə elə şagirdlər var ki, çox özlərini narahat hiss eləyir, psixoloji olaraq şagirdin çökmüş olduğunu hiss eləyirsiniz və bunu davamlı eləyəndə həmin şagirdin 4 gündür, 5 gündür eyni rəngi, yəni gərgin və ya özünü kədərli hiss elədiyi rəngi seçəndə artıq siz şagirdə emosional bağ quraraq onun nə problemi olduğunu öyrənib, danışıb onu sorğulaya bilirsiniz. Amma məsələn, bu prosesi yerinə yetirməyəndə elə vaxt olur sinifdə 30 dənə şagird var da, bunu tələbələrə də eləyə bilərsiniz. Tələbələrə necə eləyərsiniz, indi onu izah eləyəcəm. Məsələn, 30 dənə şagird var, siz 30 dənə şagirdin hamısının necə emosiyaya sahib olduğunu, yəni hiss eləyə bilərsiniz, amma yadınızda saxlamaq qeyri-mümkündür. Amma bu lövhə sayəsində artıq ikinci, üçüncü dəfədə o sizin diqqətinizi çəkəcək ki, hə, 3 gündür, 4 gündür
Məsələn, Nərgizin adı hansı mavi zonadadır. Niyə bu proses var? Artıq siz Nərgizlə daha yaxından məşğul olacaqsınız. Tələbələrlə bunu necə eləyə bilərsiniz? Şagirdlə tələbələr arasında böyük fərq var. Niyə? Şagirdlər adətən içinə qapanan şagirdlər çıxmaq şərti ilə şagirdlər öz emosiyalarını dilə gətirməkdən çəkinmirlər və diqqət mərkəzində olmaq üçün əksinə dilə gətirirlər ki, mənim qayğıya ehtiyacım var, mən buradayam, məni gör. Amma tələbələrdə yaş və inkişaf baxımından artıq tələbələrdə tam əksinədir. Özünü narahat hiss eləyən, özünü gərgin hiss eləyən və sıxılan tələbə həmin o tələbənin siz hiss eləməyinizi istəmir. Yəni hətta onu ən narahat eləyən bir şey ola bilər ki, müəllim onun gərginliyini hiss eləsin. Bunu necə eləyə bilərsiniz? Bir dənə məsələn qab götürürsünüz və bu boş qabda tələbələrin özlərini necə hiss eləməkləri ilə bağlı balaca vərəqlərə yazıb qutunun içinə atsınlar, qabın içinə atsınlar. Amma belə deyim, anonim olsun. Bunun məqsədi ondan ibarətdir ki, təbii ki, məktəbdəki fərdi yanaşma ilə universitetdəki fərdi yanaşma eyni deyil. Çünki universitetdə müəllimlər ayrı-ayrı 1000 dənə auditoriyaya girirlər və hər tələbəyə xüsusi emosional dəstək göstərmək də təbii ki, mümkün deyil. Amma sinifin ümumi vəziyyətini dəyərləndirsəz, ümumi vəziyyətə görə bir həll yolu tapmaq olar. Məsələn, prosesi yerinə yetirdiniz və eyni rəyi olanları saydınız. Məsələn, qırmızı 5 dənə, sarı 10 dənə, mavi 20 dənə. Artıq gördünüz ki, fərqli rəylərdə, yəni mavi daha çoxdur və başa düşdünüz ki, sinifin emosional vəziyyəti daha çox gərgin, özünü narahat hiss eləyən tələbələrdən ibarətdir. Onları rahatlatmaq üçün dərsdən kənardan, məsələn, həmin günü dərsi qısa danışıb, ondan sonra ümumi siniflə söhbət eləyə bilərsiniz. Gələcək planları haqqında danışa bilərsiniz, gözləntiləri barədə danışa bilərsiniz. Yəni, belə deyim, daha çox psixoloji yanaşa bilərsiniz. Bu, həm sizin sinifdə, yəni tələbələrə qarşı olan emosional bağınızı artıracaq, həm də ki, artıq görəcəksiniz ki, tələbələr sizin dərsinizdə gərginliyi qırağa qoyur və dərsinizə fokuslana bilirlər. Deməli, sakitləşmə düyməsi də əslində bunu universitetdə çox keçirlər. Amma məktəbdə də həyat bilgisi dərslərində mən elə bil 2020-ci il məzunuyam da, hardasa 8-9-cu siniflərdə keçirdilər. Bu nəfəs texnikasıdır. Dərsin ilk 2-3 dəqiqəsində şagirdlərə deməli, nəfəs texnikasını həyata keçirəndə sinifin gərginliyini öyrənəndən sonra gördüksə sinif gərginliyi ya da emosional olaraq həyəcanlı da ola bilərlər. Bu zaman da nəfəs texnikası ilə onlar emosional vəziyyətlərini stabilləşdirə bilərlər. Birinci dəfə 4 saniyə boyunca burunlarından nəfəs alırlar. Nəfəsinizi 4 saniyə saxlayırlar. 4 saniyə boyunca da ağızdan nəfəs çıxarırlar və ciyərlər boş halda 4 saniyədə gözləyirlər. Bu texnika vasitəsilə, bu texnikanı tez-tez təkrarladıqda, imtahanda, sessiyada, sərbəst işdə, ondan sonra semestr imtahanlarında, buraxılış imtahanlarında, summativlərdə artıq şagirdlər öz gərginlikləri zamanı bu texnikanı istifadə edirlər. Amma bir dənə bunu unutmayın ki, bu texnikanı izah eləyəndə bu mən bayaq sadaladığım vəziyyətlər var, imtahan, sessiya, sərbəst işdə, yəni önəmli nüanslar, həyəcan verici nüanslar. O həyəcan verici nüansları dilə gətirməyin. Çünki bir məsələni nə qədər böyütsəz, nə qədər tələbənin, şagirdin gözündə, hə, sən bu vəziyyətdə bu hal eləməlisən, o şagirdə, o tələbəyə həmin vəziyyət daha da ağır və gərgin görsənir. Yəni, onun ağlına həmin dəqiqə 3 dəqiqəlik nəfəs texnikası gəlmir. Amma bunu praktiki halda, gündəlik gərginliklərdə, gündəlik stresslərdə, dərs zamanı stresslərdə eləsə, bu artıq tələbə üçün adi bir hal olur, şagird üçün də. Və o anda, yəni o ən stresli anında nəfəs texnikasını eləmək yadına düşür. Yadına düşmür, artıq ona bir vərdiş halına çevrilir deyə o rahat şəkildə bunu eləyə bilər.
Deməli, ünsiyyət və aktiv dinləmə, ayna texnikası və burada sərbəst debat hissəsi vardır. Deməli, aktiv dinləmə bacarığının məşq elətdirilməsi niyə vacibdir? İndiki dövrdə hər kəs danışır. Heç kəs dinləmək istəmir. Hətta dinləmənin altında belə, dinləmə yox, qulaq asmanın altında belə qarşımdakı sözünü bitirsin, mən sözümü deyim hissəsi yaranır. Ünsiyyət və aktiv dinləmə sadəcə iş mühitində deyil, həmçinin şəxsi münasibətlərdə də fərdin özünü ifadə eləməsi və qarşısındakının ifadə edərkən həqiqətən qəlblə dinləməsinə kömək edir. Yəni bu onun sadəcə iş, karyera həyatını yox, şəxsi həyatına da müsbət təsir eləyir. Ayna texnikası nədən ibarətdir? Onu deyim. Ayna texnikasının məqsədi şagirdlərin, tələbələrin qarşı tərəfi kəsmədən dinləməsi, onun fikrini qavraması və dinlədiyini sübut etməyi öyrətməkdir. İstənilən fərdə, sinifə daxil olub və hansısa bir debat eləyəndə bu texnikanı həyata keçirmək olur. Necə eləyirsiniz? Məsələn, bunu universitetdə və məktəbdə təbii ki, fərqli metodlarla yerinə yetirə bilərsiniz. İlk olaraq məktəbdə qeyd edeyim. Məsələn, hansı şagirdi çıxardırsınız, bir şagirdi öz dərsinizdə dərsin müəyyən bir hissəsini izah etməyini istəyirsiniz və şagirdlərə tapşırırsınız ki, aktiv dinləmə zamanı biz ayna texnikası eləyəcəyik. Siz, deməli, məsələn, sinif yoldaşı olsun, tutaq ki, Turalın danışdığını, bir hissəsini, suallarını verəcəm və siz o suallara cavab verəcəksiniz. Və bu zaman şagird həm Turalın dediyini danışır və bunun müqabilində də siz onu qiymətləndirəcəyinizi qeyd edin. Məsələn, ola bilər ki, böyük summativ, kiçik summativ qiymətləndirmədə suala düzgün cavab verən, verdiyim suallara düzgün cavab verən şagirdlərə, məsələn, aşağı bal alıblarsa, 4 bal alıblarsa 5 verəcəm. Məsələn, 90 bal alıblarsa 95 bal verəcəm. Yəni, bu prosesi həyata keçirmək üçün bir motivasiya verin. Bunu həyata keçirəndə siz özünüz görəcəksiniz ki, şagirdlər necə həmin o dərsi danışan, debatda fikirlərini ifadə edən şagirdlər, sinif yoldaşlarını necə dinləyirlər. Universitetdə bu necə olur? Əslində, universitetdə də yenə motivasiya texnikası ilə olur. Məsələn, siz adətən mühazirələrdən müəllimlər tələbələri dərsə fokuslarını verə bilmədikləri halları çox olur. Təbii ki, mən də tələbə olmuşam, sizlər də tələbə olmuşsunuz. Bu situasiya ilə tez-tez qarşılaşırsınız. Bunu necə aradan qaldırmaq olar? Mühazirənin əvvəlində tələbələrə qeyd edirsiniz ki, mən mühazirəni danışdığım müddətdə 3 dənə açar söz bildirəcəm mövzu ilə bağlı. Və bu 3 dənə açar sözün açar söz olduğunu deyin. Məsələn, danışdıq, filan açar söz budur, deyin. Və tələbələrə də tapşırın ki, gələn dərs, yəni həmin o mühazirənin seminarında 3 dənə açar sözü deyən tələbə həmin dərsdə ya 10 bal alacaq, ya sərbəst işində güzəşt ediləcək, kollokviumunda, midtermində, dərs dediyiniz universitetdə hansı metod istifadə olunursa, o midtermdə güzəşt olunacaq, 10 bal yazılacaq, nəyə edə bilirsinizsə də, yəni sizin üçün o balı vermək nə qədər problem deyilsə, elə bir böyük bir güzəşt eləyin. Və görəcəksiniz ki, tələbələr həqiqətən o 3 dənə açar sözü tapmaq üçün dərsə necə qulaq asırlar. Və bu nəticədə ayna texnikasını həyata keçirəcəksiniz. İkinci isə ayna texnikasını qeyd elədim, səssiz debatdır. Səssiz debatda isə nə edirsiniz? Burada əsas məsələ utancaq şagirdlərin prosesə qarışmasına kömək eləməkdir. Proses də necə olur? 4 nəfərlik qruplara bölürsünüz və müxtəlif karandaşlar, rəyli qələmlər verirsiniz şagirdlərə. Bir də A3 kağızı verirsiniz, böyük. Burada müəllim həmin o A3 kağızının tən ortasında hansısa bir mübahisəli tezis yazır. Məsələn, müharibələr bəşəriyyətin inkişafının əsas hərəkət verici qüvvəsidir kimi bir mövzuda. Burada mən məsələn tarix üzərindən nümunə gətirdim. Siz də öz ixtisasınıza uyğun, tədris elədiyiniz fənnə uyğun həyata keçirə bilərsiniz.
Sinif ümumi 4 qrupa bölünür, 4 nəfərlik qruplara bölünür. Hər şagirdin əlində də fərqli bir qələm olur. Və qızıl qayda ondan ibarətdir ki, 8 dəqiqə boyunca sinifdə heç kəs danışmır. Danışmaq, pıçıldaşmaq tamamilə qadağan olur. Şagirdlər kağızın üzərlərinə öz oxlarını rəyli, yəni hansı rəydə karandaş varsa əllərində oxlar çəkir və məsələ ilə bağlı öz fikirlərini yazırlar. Arqumentlər gətirirlər və digər tələbə yoldaşlarına sual verirlər. Və bu prosesdə kağızda müxtəlif fikirlər olur. Bunun pedaqoji nəticəsi nədən ibarətdir? Şagird öz fikrini yazır ora və danışmaqdan çəkinən, utancaq şagird belə, tələbə belə artıq öz fikrini istədiyi kimi yaza bildiyi üçün o sıxılma prosesi olmur. Həmin o deməli, səssiz debatın nəticəsini isə vacib deyil ki, bütün tələbələr bir-bir oxusun. Hər komandada bir nəfər seçilir və bir nəfər digər komanda yoldaşlarının fikirlərini oxuya bilərlər. Burada həmçinin bir dənə də ayrıca bir texnika deyim sizə. 3 dəqiqəlik lift təqdimatı. Burada texnika nədən ibarətdir? Fikri qısa və strukturlaşdırılmış şəkildə təqdimat eləməlidir. Yəni, şagird təsəvvür etməlidir ki, o bir liftdədir və vacib bir şəxslə qarşılaşır. Bunu məncə eşidərsiniz, çox istifadə olunan bir texnikadır. Amma adətən universitetdə istifadə olunur. Məktəbdə eşitməmişəm mən. Həmin o şəxslə, qarşılaşdığı şəxslə bir dəqiqə ərzində, yəni 60-90 saniyə ərzində öz ideyasını, layihəsini təqdim eləməlidir və qarşıdakı adama satmalıdır. Təbii ki, bu ilk başda şagirdlərə və tələbələrə çətin gələ bilər. Amma o texnikanı həyata keçirəndən sonra həm onların satış texnikası inkişaf eləyir, həm həyatlarındakı bəzi nüanslar olur, vacib qərarlar verməlidirlər. O vacib qərarları tez surətdə həyata keçirmək üçün o qərarı verib və hərəkətə keçirlər və bu ona xidmət eləyir. Deməli, 4-cü hissədə tənqidi düşüncə və problem həlli. Burada da 2 praktiki tapşırıq var, praktiki üsul var, belə deyim. 6 düşüncə papağı və 5 nə üçün? Praktiki, daha doğrusu tənqidi düşüncə hər şeyə şübhə ilə yanaşmaq və hər şeyi tənqid etmək demək deyil. Və tənqidi düşüncəyə sahib olmaq qarşıdakına kobud şəkildə fikirlərini bildirə bilmək də deyildir. Çox şagirdlər və tələbələr bayaq da dediyim, tənqidi düşüncəni yerinə yetirəndə empatiya qabiliyyəti olmadan yerinə yetirirlər və qarşıdakı şəxsin dediyi dərsi, elədiyi tapşırığı yoxdur, onun xarakteri xüsusiyyətini tənqid eləyirlər. Bu problemlərin aradan qaldırmaq üçün bu texnikanı öyrənmək lazımdır ki, tənqidi düşüncədə obyektiv, qərəzsiz, hansısa prosesə əsaslanaraq məntiqi mühakimə yürütmək bacarığıdır. Şagird informasiya axınına fakt ilə fərdi rəyi ayırmağı öyrənməlidir. Yəni, məsələn, prosesə bir var ki, öz rəyini bildirir, bir də var ki, bildirdiyi rəyin əslində bir fakt olmasını təmin edir ki, hə, mən bu rəyi bildirirəm, çünki bu fakt var. Sən bu təqdimatda bu hissəni düzgün eləməmsən, ya da bu fikrin yarımçıqda bu fikirlə tamamlanmalısan deyə fakt gətirməlidir. Metoda keçək. Metod nədən ibarətdir? Burada da yenə rəylərin 6 düşüncə papağında 6 dənə rəng olur. Bu da birinci metodun məqsədini deyim sizə. Bir məsələyə eyni anda müxtəlif perspektivlərlə baxa bilmək və bir tərəfi düşüncədən qurtulmaqdır. Yəni, belə deyim, adətən stereotiplər olur və bu stereotiplərə insanlar mühakimə eləmədən inanır, onu təbliğ eləyir. Bax, bu fikirlərin aradan qalxması üçündür bu 6 düşüncə papağı. Tətbiq necə olur? Adətən bu prosesləri yerinə yetirəndə daha faktiki, yəni fakt olan prosesləri həyata keçirmək lazımdır. Məsələn, tarixi qərarların analizi, ədəbi əsərlərin təhlili və ekoloji sosial problemlərin həlli. Yəni, bu tənqid eləyəndə prosesdə nəyinsə nəticəsinə çıxa bilmək lazımdır. Məsələn, burada necə olur?
Papaqlar 6 dənə rəng olur. Ağ, qırmızı, qara, sarı, yaşıl və göy. Ağ rəng yalnız obyektiv faktları yazır. Məsələn, proseslə bağlı faktlar, rəqəmlər, dəlillər bunları qeyd edir. Qırmızı rəng həmin prosesdə insanların emosional, hissiyat, intuisiya bu kimi proseslərə əsaslanaraq yazır. Qara rəngdə tənqidi yanaşma, risklər, zəif tərəflər, təhlükə bu kimi proseslər qeyd edir. Sarı daha çox üstünlüklər, faydalar, ondan sonra müsbət cəhətlər, imkanlar bunlar qeyd olunur. Yaşılda isə daha çox problemlərin alternativ həlləri, yeni ideyalar, kreativ düşüncələr bunlar qeyd olunur. Prosesdə isə, daha doğrusu göy rəngdə isə prosesin idarə olunması, nəticələr qeyd olunur. Bu necə həll olunur? Məsələn, nümunə gətirək. Problem şəhərin mərkəzindəki yaşıl park zonasının sökülüb, yerinə böyük bir texnologiya və iş mərkəzinin tikilməsi təklif olunur. Sinifin idarə edilməsində necə olur? Sinif 6 qrupa bölünür. Hər qrupa bir papaq rol verilir. Məsələn, bayaq 6 dənə rəng dediyimə bax olar. Rəngləri siz özünüz də seçə bilərsiniz. Əsas odur rənglərin həyata keçirdiyi funksiya, onu müəyyən eləmək lazımdır. Məsələn, ağ papaq qrupu yalnız faktlar təqdim edir və burada parkın sahəsinin, məsələn, 5 hektar olduğunu, tikiləcək mərkəzin 2000 nəfər işlə təmin edəcəyi və şəhərdə yaşıllıq səviyyəsi 3% azalacaq. Yəni, bu o deməkdir ki, bu parkın salınmasında əslində böyük, daha müsbət, mənfi tərəfdən çox müsbət tərəf var, bu qeyd olunur. Qırmızı papaq qrupu isə hisslərini deyil. Bu park bizim uşaqlığımızdır. Orada özümüzü xoşbəxt hiss edirik. Onun sökülməsi kədər və qəzəb doğurur. Burada daha çox emosional tərəfdən gərgin tərəfi şagirdlər və tələbələr təbliğ edir. Yəni öz rənglərini ifadə edirlər. Sarı papaq faydalarını göstərir. Burada məsələn şəhər büdcəyə vergi gələcək, gənclər üçün yeni iş yerləri açılacaq, iqtisadiyyat inkişaf edəcək kimi proses. Yaşıl papaq qrupunda isə kreativ həll yolları tapır. Məsələn, burada məsələn deyilir ki, tutaq ki, həmin iş yeri tikilir, yəni o biznes yeri tikilir. Onun damında və fasadında şaquli parklar yaratsaq necə olar? Ya da binanın şəhərin kənarının çöl sahədə tikək, yəni əraziyə dəyməyək, başqa sahədə, daha yaxın ərazidə, daha yaşıllığın olmadığı yerdə tikək. Göy papaq isə bütün fikirləri ümumiləşdirir və müxtəlif kompromis variantlar formalaşdırır. Həm binanın tikilməsi ilə bağlı cavablar formalaşdırır, həm də tikilməməsi ilə bağlı cavablar formalaşdırır. Bu prosesin pedaqoji nəticəsi nədən ibarət olur? Fikirlərdə şagirdlər artıq anlayır ki, və tələbələr də həmçinin, heç bir proses ağ və qaradan ibarət deyil. Hər bir qərarın mürəkkəb tərəfləri var və əsl idarə etmə bütün tərəfləri balanslaşdırmaqdır, bu öyrədilir. İkinci, 5 nə üçün? 5 nə üçün nədən ibarətdir? Burada metodun məqsədi şərti simptomlarla deyil, problemi kökündə duran əsl səbəbləri mübarizə aparmağı öyrənməkdir. Bunu məktəbdə və universitetdə iki cür tətbiq edə bilərsiniz. Bir, anonim şəklində. Bir də tələbələrdən və şagirdlərdən 5 nə üçünü səsli şəkildə dinləyə bilərsiniz. Amma mənim məsləhətim odur ki, məktəbdə dinləmək, universitetdə isə anonimə daha çox üstünlük vermək. Çünki başda da qeyd elədim ki, 17-18 yaşında tələbələr öz problemlərini, öz zəif tərəflərini dilə gətirmək istəməzlər. Deməli, 5 nə üçün nədən ibarətdir? Məsələn, Cavid dərslərdə yatır. Niyə yatır? Nə üçün yatır? Çünki gecələr saat 3-ə qədər yatmır. Niyə gecə saat 3-ə qədər yatmır? Çünki telefonla onlayn oyun oynayır. Nə üçün telefonla oyun oynayır? Çünki oyunda öz komandası var. Orada özünü uğurlu hiss eləyir. Nə üçün özünü uğurlu hiss eləyir? Çünki real həyatda və məktəbdə özünü uğursuz, diqqətdən kənar hiss edir. 5-ci nə üçün isə, yəni niyə özünü məktəbdə və real həyatda uğursuz hesab edir? Çünki onun özünü reallaşdıra biləcəyi heç bir sosial, idman məşğuliyyəti və qəbul olunma mühiti yoxdur. Yəni diqqətdən uzaqdır.
Bu nə üçün? İnsanların özündəki problemlərin dərinləşməsinə xidmət eləyir. Universitetdə bunu tətbiq eləyəndə deyə bilərsiniz ki, hər kəs özündə bəyənmədiyi bir problem, yəni özünün məsuliyyətsizliyi ola bilər, etməyi planlaşdırıb amma etmədiyi bir xəyalı ola bilər. Onu niyə etmir? 5 nə üçünə bölsün. Və tələbələrdən əgər dinləmək istəsəniz deyə bilərsiniz ki, könüllü şəkildə hansı problemi 5 nə üçünə böldünüz, dilə gətirə bilərsinizmi? Onda tələbələr dilə gətirə bilərlər. Yox, istəməsələr gətirmirlər. Amma məktəbdə dinləməyiniz daha üstündür. Çünki niyə? Məktəbdəki şagirdlərin formalaşması müəllimlərin məsuliyyətindədir. Necə valideynlərə də məsuliyyət düşür, müəllimlərə də məsuliyyət düşür və bu 5 nə üçünü dinləməsəniz belə, şagirdlər dilə gətirməsələr belə vərəqlərində Zoom'un vaxtı bitdi, ona görə yarımçıq qaldım. Bir dəqiqədə gözləyək, digərləri də qoşulsun, davam eləyirəm. Suallarınız olsa da dərsin axırında söhbət yerinə qeyd eləyərsiniz, cavablandıracağam. Davam edək, mən paylaşımı eləyim. Deməli, harda qalmışdıq? Tənqidi səsim gəlir də yəqin ki. Bir dəqiqə baxım. Hə, gəlir səsim. Bir dəqiqə. Deməli, harda tənqidi düşüncə və problem həlli 5 nə üçündə qalmışdıq. Hə, nə deyirdim? Məktəbdə müəllimlər tələbələrin problemləri, daha doğrusu şagirdlərin problemlərini öyrənmək üçün o vərəqlərə deyə bilərlər ki, oxumağınız vacib deyil. Ola bilər də şagirdlər də öz belə deyim, mənfi tərəflərini istəmirlər şagirdləri, sinif yoldaşları eşitsin. Onda deyirsiniz ki, vərəqə öz adınızı qeyd eləyin və vərəqlər sadəcə məndə qalacaq, oxumayacağam. Auditoriyaya oxumayacağam. Siz həmin şagirdlərin vərəqlərini oxuyaraq problemlərini öyrənə bilərsiniz. İkinci hissədə əməkdaşlıq və komanda işi. Burada
yapboz metodu var, bir də dairəvi qrafiti var. Belə deyim, əməkdaşlıq və komanda işi şagirdlərin və tələbələrin iş həyatında ən vacib olan yumşaq bacarıqlardan biridir. Çünki insan olaraq bizim xarakterik xüsusiyyətimiz odur ki, istəyirik ki, hər zaman məktəbdə, universitetdə, iş mühitində seçilək. Amma bu seçilmədə bir egoistlik var ki, biz qrup işində belə öz öncəliyimizi, yəni digər qrup yoldaşlarımızdan daha çox önə seçilməyimizin istəyində oluruq və bu da düzgün yanaşma deyil təbii ki. Çünki sən bir əməkdaşlıq və komanda işində olursan. Bunun üçün necə eləyə bilərik? İlk olaraq yapboz metodu vardır. Yapboz metodu hər bir şagirdin cavabdeh və əvaz olunmaz etmək, qarşılıqlı asılılıq yaratmaqdır. Yəni yapboz metodunda hər bir şagirdin özünə xas rolu olur və bu rol nəticəsində şagird həm əvəz olunmaz olur, həm də komandanın bir parçası olmuş olur və geridə qalmış hesab olmur. Burada nə edirsiniz? İlk olaraq sinifi 4 qrupa bölürsünüz və bu 4 qrupu uyğun olaraq adlandırırsınız. Məsələn, siz mövzu olaraq seçirsiniz ki, Nizami Gəncəvinin Xəmzəsi. Bu 4 hissəyə, bəli. Zəhmət olmasa səsi bağlayın da. Deməli, bu 4 hissədə Nizami Gəncəvinin Xəmzəsində birinci hissəyə Sirlər Xəzinəsi, Xosrov və Şirin, ikinci hissəyə Leyli Məcnun, üçüncü hissəyə 7 Gözəl, dördüncü isə İskəndərnamə əsərini verirsiniz. İlk olaraq həmin bu əsərlərdə deməli qruplardan bir ekspert qruplarını seçirsiniz. Ekspert qrupunun işi ondan ibarətdir ki, deməli hər qrupdan bir dənə şəxsi götürürsünüz. O bir dənə şəxsdən ekspert qrupu yaradır. Məsələn, 4 dənə hissəyə böldünüzmü? O 4 dənədən hər qrupdan birini götürürsünüz. Ekspert qrupunun tərkibini əlavə edirsiniz. Ekspert qrupunda seçdiyiniz mövzunu o ekspertlərə izah edirsiniz. Və onlara tapşırırsınız ki, siz də gedib öz qrupunuza mənim sizə izah elədiyim kimi izah eləyəcəksiniz və mən sizə izah elədiyim kimi o qruplardan təhvil alacağam. Sorğu sualla ya yazı ilə, nə hansı bir metodla da sizə hansı rahatdırsa. Burada həmin o ekspertlər sizdən öyrənəndən sonra qayıdırlar öz doğma əvvəlki qruplarına. Və masanın 4 müxtəlif hissəsində olan ekspertlər öz öyrəndiklərini növbə ilə qrup üzvlərinə bir-bir öyrədirlər. Qiymətləndirilmə hissəsində müəllim adətən fərdi götürülmüş imtahan daha məqsədə uyğun olur. Yəni 4 dənə qrupun hər bir qrup üzvünü bir-bir sorğu-sual eləyirsiniz, yazılı eləyə bilərsiniz. İndi sizə necə uyğundursa. Sorğu-sual vaxt çox aparırsa, ayrı-ayrı test variantları edib elə bilərsiniz. Və qrupun ümumi bal üzvlərini fərdi balların ortalaması ilə müəyyən edirsiniz. Necə müəyyən edirsiniz? Məsələn, 4 nəfər, 5 nəfər var qrupda. Bu 5 nəfər qrupdakı olan şagirdlərdən 3-ü 5, 1-i 4, 1-i 3 alıbsa, məsələn, onları ümumi toplayıb bir bal çıxarırsınız və bu zaman artıq o ekspert qrup var idi, ekspert olan. O ekspert olan gedib qrup yoldaşlarına elə öyrədir ki, o biri qrup necə öyrənibsə, necə yaxşı şəkildə qavrayıbsa, öz qrupuna da elə qavradır ki, çünki bilir ki, onun qrupu yaxşı olsa, o da yaxşı olacaq. Və bu metod sayəsində artıq gələcəkdəki digər əməkdaşlıqlarda, komanda işində bu şuuraltı ilə inkişaf eləyir. Yəni burada məqsəd özünü önə çıxarmaq yox, öz qrupunu önə çıxarmaq olur. Pedaqoji nəticədə də, yenə də dediyim kimi, pedaqoji nəticədə də həmin o şagirdlər öz qruplarındakı fəaliyyəti nəticəsində özləri də qiymətləri yüksək olur qrup yoldaşlarının da. İkinci dairəvi qrafik metodu var. Bu dairəvi qrafik metodu nədən ibarətdir? Burada əsas məqsəd problemin qrup
səhv işindəki problemi, azad sərnişin problemi kökündən aradan qaldır. Azad sərnişin problemi də nədir? Yenə qrupdakı fərdliyi aradan qaldırmaqdır. Qayda nədən ibarət olur? 2 və ya daha çox şagirdin yer aldığı hər bir qrup işində aşağıdakı müəyyən rollar olur. Bu rollar nədən ibarətdir? Liderlər, vaxt nümunəçiliyi, qeydiyyatçı və təqdimatçı. Lider və sədr müəyyən eləyir ki, hansı prosesi, hansı qrup yoldaşı yerinə yetirəcək. Vaxt seçən isə o qrupa verilən vaxtı nizama salır ki, məsələn, tutaq ki, 5 nəfər qrupda var, o 5 nəfərdən biri vaxtı müəyyən tutur ki, məsələn, müəllim 20 dəqiqə verib, o 20 dəqiqə, 10 dəqiqə keçəndə qrup yoldaşlarına xatırladır və vaxt tutur. Qrup yoldaşlarına xatırladır və vaxt tutur və bunun nəticəsində qrupda ardıcıllıq müəyyən olunur və zamanı necə idarə edə bilərlər, həm də bu öyrənilir. Qeydiyyatçı isə ola bilər ki, gözəl fikirləri olan şəxslər var, amma yaza bilmirlər ya da belə deyim, yazanda fikirləri yadından çıxır. Bir nəfər müəyyən eləyirlər. Bu adətən fikirlərini deməkdən çəkinən şəxslər olur. Həmin o fikirlərini deməkdən çəkinən şəxslər yazırlar və yazanda da ola bilər ki, öz fikirləri də olanda onu da oraya əlavə eləyirlər. Təqdimatçı isə təbii ki, bütün şagird qrup yoldaşlarındakı fikirləri toplayır, ən qəşəng şəkildə, ən düzgün şəkildə təqdim edə bilən şəxsə təqdim olunur. Və bunun nəticəsində də heç bir şagird mən nə edəcəyimi bilmirəm deyə bilmir və hər kəsin konkret sərhədləri və məsuliyyətləri olduğu üçün qrup işi uğurlu həyata keçir. Deməli, 6-cı hissədə çeviklik, uyğunlaşma və uğursuzluqdan öyrənmək. Bu nə deməkdir? Ənənəvi sistemdə bizə dərs deyən və ya bizim, məsələn, dərs dediyimiz müddətdə indi buradakı müəllimlərin neçə illik pedaqoji fəaliyyət var bilmirəm, amma belə deyim də 30-40 il, 50 ilə yaxın pedaqoji fəaliyyəti olan müəllimlərin bir hissəsi pedaqoji fəaliyyətlərinin bir ilində adətən şagirdləri uğursuzluqları ilə günahlandırılması prosesi olub. Yəni, sən səhv eləmişsən, niyə səhv eləmişsən, mən sənə bunu neçə dəfə izah eləmişəm, niyə eyni yerdə təkrar səhvləri eləyirsən kimi problemləri dilə gətirirlər və şagirdlərin o düşünürdülər ki, danlamaqla, nəsəbləşməklə o prosesləri həll eləyəcəklər. Amma yumşaq bacarıqların yaranması ilə, daha doğrusu yumşaq bacarıqların gündəmə gəlməsi ilə əslində prosesin nə qədər də yanlış olduğu müəllimlərə, pedaqoji fəaliyyət göstərən şəxslərə göstərildi. Burada bir nümunə var ki, bir daha doğrusu metod var ki, möhtəşəm səhv və həftənin qəhrəmanı deyilən bir metod var. Bu metodun məqsədi ondan ibarətdir ki, səhv etmək qorxusunu sındırmaq, səhvi təhlil etmək mədəniyyəti yaratmalıdır. Bunu da nəzərə almaq lazımdır ki, şagird bir yerdə dəfələrlə səhv eləyirsə, bu şagirdin qavraması ilə yanaşı ola bilər ki, bizim dediyimiz metodda problem var. Yəni, çox vaxt insan özündə səhv görə bilmir ya da düşünür ki, ola bilsin ki də mən 5 dənə şagirdə bunu izah eləyirəm, səhv olmur, niyə bunda səhv olur? Yəni, yenə insan özünə dönmür, fikirləşir ki, şagirdədir səhv. Bir də bunu deyim ki, əvvəllər həqiqətən müəllimlərin izah etmə məsələsinə bu qədər dərindən fikir bildirmirdilər. Nə mənada dərindən fikir bildirmirdilər? Məsələn, o mexaniki beyni yaratmaq üçün necə görüblər, necə öyrəniblərsə, şagirdə də elə ötürürdülər də, mexanikləşmə sistemi gedirdi. Və zaman keçdikcə valideynlərdən, müəllimlərin özü də bəzi müəllimlərdə səhvlər tutdular ki də, çox savadlı müəllimdir, amma düzgün izah eləyə bilmir. Mənim özümün də şəxsən məktəb illərdə başıma gəldi. Çox savadlı riyaziyyat müəllimim var idi. Amma qətiyyən izah elə bilməsini mən götürə bilmirdim də. Yəni, və əsəbi, gərgin bir müəllim idi deyəm. Həm riyaziyyat dərsim, belə deyim də, istədiyim kimi öyrənə bilməmişəm və hələ də onun problemini yaşayıram.
və hələ də onun problemini yaşayıram. Ona görə də çalışmalıyıq ki, şagirdəki səhvdən əvvəl, şagirdin götürmə qabiliyyətindən əvvəl biz özümüzə də baxmalıyıq ki, biz necə izah eləyirik. Deməli, bu nəsə çox uzaqlaşdı. Möhtəşəm səhv və həftənin qəhrəmanlığını necə eləyirik? Hər həftənin cümə günü, məsələn, son dərsin son 10 dəqiqəsində müəllimə lövhəyə həftənin möhtəşəm səhvi başlığını yazır və siz özünüz də daxil olmaqla şagirdlər həftə ərzində etdikləri ən böyük akademik və ya davranış səhvini könüllü olaraq etiraf eləyirlər. Səhvim nə idi? Müzakirənin forması səhvim nə idi? Mən o an nə düşündüm? Bu səhv mənə nə öyrətdi? Növbəti dəfə nə edəcəm? O səhvi etməyim deyə. Burada məsələni dərindən təhlil edəndə əslində səhvdən dərsdə səhv eləyən şagirdin əslində elədiyi səhvin dərslə bağlı olmadığı, ailəsindəki bir gərginlik ya da sinif yoldaşındakı olan bir prosesdən səbəbləndiyini artıq şagirdin özü də başa düşür, siz özünüz də başa düşürsünüz. Burada məsələ ondan ibarət olur ki, artıq şagird görür ki, siz səhv etməkdən, yəni səhvinizi dilə gətirməkdən müəllim olaraq çəkinmirsinizsə, qorxmursunuzsa, deməli şagird də bunun qorxulu bir şey olmadığını, hətta daha da cəsarətli bir şey olduğunu dilə gətirir. Universitetdə bunu necə eləyə bilərsiniz? Universitetdə çox rahat, yenə də anonim şəklində şagirdlərə tələbələrə bir həftə ərzində etdikləri səhvlərin yazmaqlarını, yazdıqları səhvlərində istəyə uyğun olaraq dilə gətirir bildiyini və ya heç dilə gətirməsələr belə anonim qabın içinə ataraq orada qalmağını istəyə bilərsiniz və ya heç qaba atmasınlar, yazsınlar, özlərində qalsın, atsınlar. Əsas məsələ odur ki, o səhvi elədiklərini qəbul eləsinlər. Elə insanlar var ki, o səhvi elədiklərini qəbul etmirlər. Deməli, müəllimlər üçün iş məsələsi və strategiya. Burada iki nüans var. Formatı dəyişmək, analitik rubriklərdir. Özünü və yoldaşını qiymətləndirmə metodunu həyata keçirmək. Deməli, formatı dəyişmək nə deməkdir? Yumşaq bacarıqların qiymətləndirilməsində rubriklər ən obyektiv və effektiv alətdir. Müəllim dərs ilinin və ya layihənin başında şagirdlərə bu rubrikanı təqdim eləyir ki, məsələn, ünsiyyət və dinləmə 3 səviyyəyə bölünür. Başlanğıc səviyyə, orta səviyyə və mükəmməl səviyyə. Ünsiyyət və dinləmədə dinləmir, başqalarının sözünü kəsir və aqressivdir. Dinləyir, lakin bəzən söz kəsir, öz fikrini vurğulayır. Üçüncü mükəmməldə hər kəsi diqqətlə dinləyir, empatiya qurur, nəzakətlə cavab verir. Bu nədən ibarətdir? Əvvəllər qiymətləndirmə metodu nədən ibarət idi? Dərsdə dediyin, riyaziyyatdan dərsi danışdı 5, riyaziyyatdan misalı həll elədi 5, bəzən heç bunlar da yazılmırdı. Get amma yazıldı. Riyaziyyatda bu filan tapşırığı yerinə yetirdi, filan tapşırığı qismən yerinə yetirdi və axırda məsələn, müəllimlər gündəlikdə qeyd edir ki, bu gün dərsdə özünü çox yaxşı apardı ya da bu gün dərsdə özünü çox yaxşı aparmadığı üçün qiyməti 5 aldı, amma mən məsələn özünü çox pis apardığı üçün 3 verdim kimi nüansları qeyd edir. Və burada onu xidmət eləyir ki, müəllim də, şagird də özü öz yumşaq bacarığının harda olduğunu, necə olduğunu müəyyən eləyə bilər. Problem həlli. Problem həlli də necə olur? Problemlərə qarşılaşanda imtina edir və şikayətlənir. Məsələn, səhv eləyir, o səhvi boynuna götürmür, şikayətlənir. Və ya orta səviyyədə problem yarananda başqasından həll yolu gözləyir. Məsələn, gözləyir ki, yanındakı kömək eləsin və ya ondan kömək istəyir. Üçüncü səviyyədə isə problemi analiz eləyir, müxtəlif həll yollarını müəllimə təklif eləyir və ya özü axtarır, tapır. Məsuliyyət və çevikçilik. Öz rolunu icra etmir, yəni tapşırığını yerinə yetirmir, dərs vaxtında verilən tapşırıqları düzgün yerinə yetirmir, evə verilən tapşırığı yerinə yetirmir və s. Səviyyə 2 rolunu yarımçıq icra edir. Xatırlatmağa ehtiyac duyur. Yəni sən o tapşırığı ona verirsən, qismən eləyir, amma sən ona yadına salırsan ki, mən sənə bunu da demişdim, bu qalıbdır və bu hallar dəfələrlə təkrarlanır. İnsan olaraq təbii ki, şagirdlər bir dəfə, 2 dəfə bu səhvləri eləyə bilər, amma dəfələrlə eləyəndə artıq problem yaranır. Üçüncü, ən mükəmməl səviyyədə isə rolunu vaxtında və keyfiyyətlə edir, köməyə çatır. Bu da formatı dəyişmək və analitik prosesləri yerinə yetirməyə kömək eləyir.
Özünü və yoldaşını qiymətləndirmə. Özünü və yoldaşını qiymətləndirmədə, məsələn, siz ona 5 dəqiqə vaxt verirsiniz və anonim və ya açıq formada yoldaşının qiymətləndirməsini istəyirsiniz. Anonim və açıq formada bu ola bilər ki, tələbədir məsələn və ya şagirddir, ad çəkmədən deyir ki, bu dərs müddətində dərsi izah edən biri burada bu formada qrupa bu töhfəni verdi. Onun dərsdə davranışı belə oldu və ona dost kimi tövsiyə budur ki, bir də bu halı eləməsin. Bu anonim halda eləyəndə qarşı tərəfi utandırmamış olur və ya çox səmimi dostlarsa dillə deyə bilər. Məsələn, düşünür ki, mən dediyim sözdən inciməyəcək, onu dilə gətirə bilər və ya səmimiyyətləri yoxdur və ya daha məsafəlidirlər, anonim şəkildə bunu dilə gətirə bilir. Və bu proses nəticəsində siz dərsin prosesinin düzgün idarə edilməsinə köməklik göstərirsiniz. Görüm qurtardı, yox. Bir də müəllim modelinin effektivliyi var. Müəllimin davranışı və şagirdin mənimsədiyi bacarıq nədən ibarətdir? Yumşaq bacarıqlar təlimatlara deyil, müşahidə ilə, təcrübə ilə öyrənir. Şagird və tələbə gördüyünü götürür. Yəni siz sinifdə rol modelsiniz və tələbə, şagird sizə baxıb, sizdən düşünə bilərsiniz ki, hə, məktəbdə götürə bilər, universitetdə yox, tam əksinə. Elə insanların formalaşmasının çoxu tələbəlik illərində həyata keçirir və tələbəlik illərindəki nüansda necə həyata keçirsəniz, o daha düzgün olur. Əgər sinifə siz qəzəbli daxil olursunuzsa, deməli emosiyalarınızı idarə edə bilmirsiniz. Səhv edəndə şagirdin üstünə qışqırırsınızsa, onun ləyaqətini alçaldırsınızsa, artıq bu sizin özünüzün düzgün idarə edə bilmədiyinizi ifadə edir. Və hər hansısa fərqli fikirlərə, yəni fərqli düşüncələrə, sizə uymayan, sizin uyğun olmayan fikirlərə dözümlülük göstərə bilmirsinizsə, bu sizin empatiya qabiliyyətinizin aşağı olduğunu qeyd edir. Amma müəllim modeli effektində isə müəllim öz səhvini etiraf eləyir. Məsələn, uşaqlar, mən səhv bilirdim, səhv öyrənmişdim. Şagird səhv etməkdən qorxmur, dürüst olmaq öyrənir. Müəllim şagirdin sonadək qulaq asır, şagird aktiv dinləmə və hörmət eləməyi canlı sübutunu görür və o da sinif yoldaşına, qrup yoldaşına onu tətbiq edir. Müəllim böhran anında sakit qalır, hansısa bir kaos yaranırsa, şagirdlər arasında münaqişə yaranırsa, bu münaqişə anında əsas problemi həll eləməyə fokuslanırsa, şagird də stresin idarəsini və emosional zəkanı oradan görür. Yəni siz məktəbdə, sinifdə, universitetdə necəsinizsə, şagird də sizin bir rol modeliniz olmağa təbii ki, çalışır. Hətta bunu da deyim ki, şagirdlərə və tələbələrə nə qədər belə deyim, mehriban yanaşsanız, həmin o mehribançılıq əmin olun ki, sizə dəfələrlə geri qayıdır. Və bu sosial, daha doğrusu yumşaq bacarıqlar məktəbdə tədris olunmur. Universitetdə tədris olunsa belə bəzi ixtisaslarda tədris olunur. Daha çox sosial elmlərdə tətbiq olunur. Çalışın ki, yumşaq bacarıqları dərs metodlarının içərisində həyata keçirin. Və bu dərs metodlarının içərisində həyata keçirəndə artıq tələbənin, şagirdin bu xarakteri xüsusiyyətinə çevrilmiş olur və xarakteri xüsusiyyətinə çevrilmiş olduqda yumşaq bacarığı qavranmış olur. Belə deyək, təlimimiz bitdi. Danışacağım, izah edəcəyim hissələr bura qədərdir. Əgər bir sualınız varsa, ala bilərəm. Əgər nəsə bir sualınız varsa, dinləyirəm, buyurun. Başa düşmədiyiniz ya da ki, hansısa bir sualınız var. Yoxdur, sualınız yaza da bilərsiniz. Yəni, səs açıb deyə bilmirsinizsə, yaza da bilərsiniz. Yoxdur. Təlimimiz bitdi. Təlim mövzusu barədə hamısı haqqında sizə məlumat veriləcək. Əgər bir sualınız varsa da qrupda da soruşa bilərsiniz. Ümid eləyirəm ki, bəyənmişsiniz.